Salam, hörmətli abituriyentlər. Azərbaycan dövlət müstəqilliyinin bərpası hansı mərhələlərdən keçdi? 1990-cı ilin yanvarında Ayaz Mütəllibov Azərbaycan Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsinin birinci katibi olur. Vəzirovun yerinə gəlir. 1990-cı ilin mayında Azərbaycan Ali Soveti prezident vəzifəsini təsis edir və Ayaz Mütəllibov Respublikanın ilk prezidenti olur. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin sessiyasının qərarı ilə Azərbaycan SSR adından Sovet Sosialist ifadəsi çıxarılır. Azərbaycan SSR Azərbaycan Respublikası adlanır. 3 rəngli dövlət bayrağı qaldırılır AXC-nin. 1991-ci ilin 14 martında Azərbaycanda SSR-nin saxlanması haqqında referendum keçirilir. Naxçıvan burada iştirak eləmir ki, qardaşım, nə SSR? SSR qalır. Naxçıvan iştirak eləmir bu referendumda. 91-ci ilin avqustunda Mikhail Gorbaçovu devirmək istəyirlər mühafizəkar qüvvələr. Buna nail ola bilmirlər. Belə deyək, Gorbaçov güya demokrat idi. Mühafizəkarlar bunu devirirdilər. Və bu qarşılıqda Azərbaycanda da mitinqlər həyata keçirilirdi. Əsas tələblər Respublikada prezident seçkilərinin dayandırılması, Kommunist Partiyasının ləğv edilməsi, Respublikada fövqəladə vəziyyətin ləğvi və DQMV-də Azərbaycan hüquqlarının təmin olunması idi. Və 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikasının bu əlavə düşüb buraya yoldaşlar. 91-ci ilin 30 avqustunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə qəbul olunur. 91-ci ilin 18 oktyabrında isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilir. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə, sonra Rumıniya, Pakistan, İsveçrə, İran kimi dövlətlər tanıyır. Erməni lobbisi ABŞ-da güclü olduğu üçün azadlığa müdafiə aktına edilən 907 düzəlişin əlavələri ilə ABŞ hökuməti Azərbaycana hər cür yardımın əleyhinə olur. Yəni yardım edilməsinə, hətta humanitar yardımın edilməsində də qadağa qoyur. Amerikada indi ermənilər çox idi və onların lobbisi yaxşı işləyirdi və Amerika onların xeyrinə qərar qəbul edir. Müstəqillik yolunda bizim uğurlarımız: Dövlət suverenliyi haqqında qanun 89-cu il 23 sentyabr, Azərbaycan SSR-in Azərbaycan Respublikası adlanması 91-ci ilin 5 fevralı, dövlət müstəqilliyinin bərpa edilməsi haqqında qanun 91-ci ilin 30 avqustu, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya aktı ki, ən vacib məsələ ilə bunların içində bu idi. 1991-ci il 18 oktyabr. Azərbaycan müstəqilliyi haqqında ümumxalq referendumu isə 1991-ci il 29 dekabrdır. Bu mövzuda biz Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Ulu Öndər Heydər Əliyevi görəcəyik. Ayaz Mütəllibov bildiyimiz kimi 90-cı ilin yanvarında Mərkəzi Komitənin birinci katibi olur və prezident olur sonra may ayında. Amma Xocalı soyqırımını cəmaatdan gizlətmişdi. Sonra cəmaat bildi ki, belə bir hadisə baş verir və prezident cəmaatdan bunu gizlədir və ayağa qalxdılar. Xocalı soyqırımından sonra Ayaz Mütəllibov istifa verməyə məcbur oldu. Sonra getdi, nə fikirləşmə, təzədən hakimiyyətə gəlir. Fövqəladə vəziyyət elan edir ölkədə və demokratik azadlıqları məhdudlaşdırır. Amma təbii ki, artıq onun bazası yox idi, onu müdafiə edən də yox idi. Hakimiyyətdə qala bilmir. Əbülfəz Elçibəy 92-ci il iyunun 7-sində prezident seçilir. AXC dövründə dövlət və ordu quruculuğu sahəsində tədbirlər görülür. Milli pul vahidi manat dövrəyə buraxılır. Tələbə qəbulunda ilk dəfə test imtahanı tətbiq olunur. Rus ordusu Azərbaycandan çıxarılır. Lakin bu zaman Azərbaycana çatacaq silahın xeyli hissəsi ermənilərin əlinə keçir. Xalqın Heydər Əliyevə sevgisi və rəğbəti təbii ki, digər siyasilər tərəfindən qısqanclıqla qarşılanır və onlar hər vəzlə çalışırlar ki, Heydər Əliyevin prezident seçilməsinə, vəzifə tutmasına mane olsunlar. 1991-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərində onun iştirakına maneələr yaradırlar, namizədliyini təsdiq eləmirlər. 92-ci ildə isə Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndi ilə prezident seçkilərində yaş senzi var idi. Güya ki, Heydər Əliyev həmin o senzi keçib və ona görə də onun seçkilərdə iştirakına icazə verilmədi. Yenə də o prezident seçkilərində iştirak edə bilmədi. Amma 93-cü ildə Heydər Əliyev gələcək və Azərbaycan xalqını qurtaracaq bəlalardan. Və biz bu haqda ətraflı danışacağıq. Bu mövzu haqqında ümumi mənzərə budur. Əsas nələrə diqqət etmək lazımdır. Onları sizin diqqətinizə çatdırmağa çalışdıq. Sağ olun, gələn görüşlərə dək.